Salam hörmətli izləyicilər və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim. Bu günlərdə yeni bir mövzu ilə sizin qarşınızdayım. Bizim bugünkü mövzumuz tələbələrin əziyyət çəkdiyi mövzulardan biri olan pilləkən məsələləridir. Pilləkən məsələlərini izah etmək üçün bizim xüsusi olaraq bir qayda konspektimiz yoxdur. Sadəcə olaraq biz bu məsələlərini nümunə misallar üzərində izah edərək siz tələbələrin daha da yaxşı mənimsənilməsi üçün çalışacağıq. Gəlin suallarımıza nəzər yetirək. Akif pilləkanları 3-3 çıxıb 4-4 düşdü. Akif çıxıb düşməyə cəmi 35 addım atıbsa, neçə pillə var? Bu tip sualları həll etmək üçün biz birinci belə düşünməliyik. Akif pilləkanları 3-3 çıxır, 4-4 düşür. Pilləkanların sayı bizə bəllidirmi? Xeyr. Pilləkanın sayı bəlli deyilsə, nə qəbul edirik? Bəli, x qəbul edirik. Və bilirik ki, Akif əgər pilləkanları 3-3 çıxıbsa, deməli bu pilləkanların sayı 3-ə bölünəcək. 4-4 düşübsə, deməli pilləkanların sayı 4-ə bölünəcək. Yekunda 35 addım atıbsa, deməli bu addımların cəmi 35 verəcək bizə. Adi bir tənlikdir, bunu həll edirik. Neyinəcəm əvvəlcə? Məxərəcəni bərabərləşdirəcəm. Birinci olacaq, hər tərəfi 4-ə vuracam. Olacaq 12-də 4x, üstəgəl hər tərəfi 3-ə vuracam. 12-də 3x. Bərabər olacaq 35-ə. Buradan nə alıraq? 12-də 4x, 12-də 3x toplayın nə verir mənə? 12-də 7x bərabərdir nəyə? 35-ə. 12-də 7x 35-ə bərabərdirsə, deməli 7x-i 12 yerə bölüb 35 alınmışam. Deməli 7x tapmaq üçün nə edərəm? 12-ni 35-ə vuracam. Yazıram onda nə? Yazıram ki, 7x bərabərdir, 12 vurulsun 35. Buradan x tapmaq üçün nə edəcəm? 12-ni 35-ə vurub 7-yə böləndə biz alırıq nə? Biz alırıq 60. Deməli, onda burada neçə pillə var imiş? 60 pillə var imiş. İndi nəzər yetirək nəyə? Yeni bir sualımıza nəzər yetirək. Bir nərdivanı Hüseyin 3-3 çıxıb 5-5 düşüb. Hüseyin enərkən 48 addım az atıbsə, buna görə neçə pilləkan var? Deməli, Hüseyin pilləkanları 3-3 çıxıb 5-5 düşüb və düşərkən 48 addım az atıb. O deməkdir ki, düşəndə atdığı addımlar azdırsa, çıxanda atdığı addımların sayı nədir? Çoxdur. Bu halda biz nə edəcəyik? Bu halda biz yazacağıq ki, x böl 3 çıxılsın x böl 5 bərabərdir 48. Niyə? Çünki çıxanda atdığı addımların sayı düşəndəkindən axı çoxdur. Çıxanda çox çıxıb, addımları çox atır. Yəni, addımlarımızı nə qədər balaca atsaq, o qədər çox atacaq. Nə qədər böyük atsaq, o qədər addımlarımız az olacaq. Başlayaq bu tənliyi həll eləməyə. Yenə də məxərəcəni bərabərləşdirirəm. Yazıram 15-də 5x çıx 15-də 3x. Bərabər olur nəyə? 48-ə. Bu da bizə verir nə? Bu da bizə verir, yuxarıdan yazaq, bunu buradan yazaq. 15-də 2x bərabərdir 48. Onda 2x nəyə bərabər olur? 48 vur 15-ə. Yəni nə? Yəni x bərabər olacaq. 48-i 15-ə vurub 2-yə böləcək. İndi bunu necə həll eləyək? Tərəf-tərəfə böləyək, 2 xısar aparaq, yazaq 24 vurulsun 15. Bunu da həll eləmək üçün, hələ gəlin belə bir dənə usuldan həll eləyək. Birinci 24-ü vuraq 5-ə, alaq nə? Alaq 120. Sonra 24-ü vuraq 10-a, alaq 240. 240 o da 120 verir nə qədər? Verəcək 360. Deməli, 360 dənə pillə var imiş. Növbəti suala nəzər yetirək. Fuad pilləkanları 300 çıxıb 4-4 düşür. Fuad düşərkən 10 addım az atır. Onda Fuad pilləkanın neçə pilləsi var? Eynən bu tipdə sualdır. İstəyirsiniz videonu saxlayın, siz yazın, ondan sonra nəzər yetirək. Bax, görək nə dərəcədə doğru yazdınız siz. Bir də suala baxıram, pilləkanlar 300 çıxıb 4-4 düşür və 10 addım az atır. Neynəyəcəm onda? X böl 3 çıx nə? X böl 4 bərabər olacaq 10. Məxərcəni ilə bərabərləşdirirəm. 12-də 4x çıx 12-də 3x bərabərdir 10. Buradan alıram nə? 12-də x bərabərdir nəyə? 10-a. X tapmaq üçün nə edəcəm? X bərabər olacaq 12 vurulsun 10. X də verəcək 120. Mən artıq əminəm ki, siz istər lisey qəbul imtahanlarında, istər sınaq imtahanlarında, istər orta məktəbdə bu tip məsələləri gördükdə mütləq şunu doğru yazacaqsınız. Çünki biz bu tiplə bağlı olan hər bir məsələ nümunəsini
Və onu qeyd etmək istədim ki, bu iki dənəsi daha qəliz məsələlərdir. Bunlar biraz rahatdır. Sizə izahatını verdik və siz də əgər diqqətlə dinlədinizsə, video sizin üçün xoş oldusa, maraqlı oldusa, nə xoş mənə. Videonu bəyəndinizsə, uşaqlar, videonu bəyənməyi unutmayın. Kanala abunə olsanız biraz da yaxşı olar. İşiniz avan olsun. İnşallah növbəti videolarda görüşərik. Hələlik.